Ədəbiyyatda detektiv janrı ən populyar və oxunan janrlardan biridir. Bugün sizi 5 ən məşhur detektiv personajı ilə tanış etmək istəyirəm. 5-ci yerdə Amerika yazıcısı Rex Stoutun ədəbi qəhrəmanı Nero Wolfdur. Xəfiyyə Nero Wolf görünüşcə çox kök və dolu olan bir insandır. Nero Wolf daha çox Amerika oxucuları arasında məşhurdur. 4-cü yerdə detektiv ədəbiyyatının kraliçası hesab olunan Agatha Christie'nin ədəbi qəhrəmanı Miss Marple-dır. Miss Marple yaşlı qadındır, İngilis kəndində yaşayır və onu hər şey maraqlandırır, xüsusilə qonşularda baş verən hadisələr. Məhz buna görə o cinayətlərin üstünü çox məharətlə açır. 3-cü yerdə daha bir məşhur xəfiyyə, Komissar Meqre. George Simenonun ədəbi qəhrəmanı olan Komissar Meqre polisdə işləyir, çox müdrik və ağıllı insandır. Komissar Meqre haqqında çoxlu filmlər və seriallar çəkilib. Adətən komik obrazlarını tanıdığımız Rowan Atkinson Komissar Meqre rolunu olduqca dramatik yaradıb. 2-ci yerdə yenə də Agatha Christie və onun məşhur ədəbi qəhrəmanı Hercule Poirot. Belçikalı xəfiyyə olduqca səliqəli və təmizkardır. Hercule Poirot öz məntiqi ilə bir çox cinayətlərin üstünü açır. Onun ən maraqlı hekayələrindən biri də Şərq Ekspresində qətlidir. Və birinci yer, əlbəttə ki, Sherlock Holmes. Sir Arthur Conan Doyle'ın yaratdığı personaj indiyə qədər oxunur və sevilir. Sherlock Holmes öz deduksiya metodu ilə və məntiqi ilə bir çox cinayətlərin üstünü açır. Onun yaşadığı ünvan Baker Street 221B-dir. Maraqlı fakt, Arthur Conan Doyle Sherlock Holmes'un populyarlığından bezərək öz əsərlərinin birində onu öldürmək qərarına gəlir. Lakin oxucuların çoxsaylı məktublarına cavab olaraq bu personajı yenidən dirildir. Bugünlük bu qədər. Kitab rəfinizi daima təzələyin. Hələlik.